İndi isə baxırıq hündürlüyə. Hündürlük nədir? Hündürlük üçbucağın təpə nöqtəsindən qarşıdakı tərəfə və yaxud da ki, onun uzantısına endirilən perpendikulyara hündürlük deyilir. Hər hansısa bir istənilən bir üçbucaq çəkək. Yenə bu rəng düşdü. Baxın, bu perpendikulyardır. A, B, C desəm. Buna da CK desəm. Yazaram ki, CK perpendikulyardır AB-yə. Yəni budur. Deməli, biz nə ilə tapırıq? Hündürlüyü ilə bağlı. Haşanı tapmaq üçün, məsələn, bunları dəyişək. Üçbucağı çəkdik. B deyərəm, A deyərəm, C deyərəm, B deyərəm bura. Bura A deyərəm, buradakı C deyərəm. Haşanı tapsam, düstur belədir ki, düzgün. HA bərabərdir 2 böl A 2 böl A vurulsun SABC. İndi baxırıq burada S-ə. S hansı düsturla tapılır? S Heron düsturu ilə tapılır. Çünki üçbucağın hər üst tərəfi məlum olduqda sahəsini tapmaq üçün biz Heron düsturundan istifadə edirik. Heron düsturu nədir? Yazırıq ki, SABC bərabərdir. Kökün altında P vurulsun P çıx A P çıx B P çıx C. Baxın, bu qayda ilə tapılır. Həmən bu kiçik P nədir? Kiçik P ümumi böyük perimetrin yarısı deməkdir. Yəni, kiçik perimetrin yarısı deməkdir. Bir dəqiqə. P bərabərdir. Böyük P bölünsün 2. Yəni, ABC, A plus B plus C böl 2. Perimetrin yarısı deməkdir. Perimetrin yarısı deməkdir. Düsturu bu formada tapırıq. Məsələn, bunu haşa üçün yazdım belə. İndi yaza bilərik, məsələn, HB üçün. HB üçün yazsaq, 2 bölünsün, həmən çəkilən tərəfə bölürük, sahəyə isə vururuq. Sonra HC məsəl üçün. HC üçün çəkilən tərəfə bölürük, sahəyə vururuq. Bu formada olmuş olur. Üçbucaqda böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük isə həmişə böyük olur. Necə? Məsələn, yazılsa ki, A kiçikdir B, kiçikdir C, onda HA böyükdür HB-dən, o da böyükdür HC-dən. Bu formada olmuş olur. İndi baxırıq mediana. Median nədir? Üçbucağın təpə nöqtəsi ilə qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Qarşı tərəfi 2 bərabər hissəyə bölür. Gəlin adını yazaq. Median. Hər hansı üçbucaq çəkək, başqa bir rənglə çəkək. Bu formada çəksək, məsələn, bura B desəm, bura C tərəfi desəm, burada A tərəfi desəm, bura çəkilən median MA medianıdır. MA. Biz belə sərgəli yazaq deyə şey elədim. MA medianıdır. Bu, bunu 2 bərabər hissəyə bölmüş olur. Median düsturları var. Məsələn, median düsturu nədir? Məsələn, MA üçün tapsaq, MA bərabərdir 2-də 1, kökün altda. Bu düsturdur. Düsturu həmişə yadda saxlamaq lazımdır ki, 2B kvadratı üzərinə gəlinsin 2C kvadratı. Amma çıxılsın çəkildiyi tərəfin kvadratına. Çəkildiyi tərəfin 2 mislinin kvadratı yox. Çəkildiyi tərəfin sadəcə və sadəcə kvadratına. Kvadratını çıxırıq. Olacaq bu formada. Məsələn, olsaydı MB necə olardı? 2-də 1 olardı 2A kvadratı. Üstə gəlinsin 2C kvadratı, çıxılsın B-nin kvadratı. Sonra ola bilərdi MC. MC olsaydı, yenə olardı 2-də 1. 2 çox səliqəsiz yazdıq. 2-də 1. 2A kvadratı, üstə gəlinsin 2B kvadratı, çıxılsın C-nin kvadratı. Bunu sadəcə, yəni, çıxmaq lazımdır da. Çəkildiyi tərəfdən çıxmaq lazımdır. Medianlar bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Hər hansısa yazaq.
Misal üçün formada yazaq. Deməli, buradan bir dənə median çəkirəm. Çəkilmədi. Buradan bir dənə belə, buradan da bir dənə belə. Təpədən başlayaraq. Mən bunu buradan çəkdiyimə görə bura olar 2, bura olar 1. Bura olar məsələn 2K, bura olar 1K. Bura olar 2X, bura olar X. Bura olar 2Y, bura olar Y. Yəni bu formada olmuş olacaq.